Salam dostlar, hər vaxtınız xeyir bir daha. Bəzi dostlar yəni bu proqramı notebookla əlavə edəcəklər. Yəni bunu da əlavə edim ki, notebookla necə əlavə edirik. Notebookda məncə özəlliklər daha çoxdur, daha asan ola bilər. Ona görə notebookda göstərməyi bir videosunu çəkdim ki, biləsiniz. Biz ev bölümünə daxil olanda belə bir pəncərə qarşımıza çıxa bilər. Bu ev sahibliyi pəncərəsi deyil. Bu müştəri qismi pəncərəsidir. Biz ev sahibliyi düyməsini basırıq. Burada gördüyünüz kimi səyahətlər bölməsinə keçin. Yox. Burada bəzən yarımçıq qalan elanları göstərir. Yəni işləri daha doğrusu. Yəni biz onu sonra edəcəyik. Yəni bu bizim evlərimizdir. Yəni gördüyünüz kimi bayaq birini əlavə etdik, videosunu çəkdim. İndi biz növbəti ev əlavə edəcəyik. Biz ev əlavə edirik. Yeni elan yaradırıq və başla düyməsinə basırıq. Növbəti. Bizim evimiz evdir, yəni mənzil. Burada mənzildə əlavə edə bilərsiniz. Mənzil də elə bir çətin bir şey deyil. Sadəcə fərqi nədir? Deyəcək ki, neçənci mərtəbədir, neçənci otaqdır, neçə otaqdır, belə şeylər. Bizim ünvanımız necə tapacağıq? Öz ünvanımızı necə təyin edəcəyik? Telefondan görsənən kimi, məsəl üçün Google Map yazırıq. Düzdür, telefonla etsək daha yaxşı olar bunu. Görün bunu notebookla edək, görün necə görsənir. Bizim hazır olduğumuz məkan haradır? Bunu biz təyin edək. Mənim məkanım. Görün göstərmədi. Bu düyməni basırıq. Bəli, düyməni aktiv edəcəyik. Yəni əgər biz Bakıdayıqsa, hansısa evdən oturub həmin ev kirayə qoyuruqsa, bu düyməni basırıq. Bu daha əslində yaxından göstərməliydi. Başlanğıc nöqtəmizi təyin edə bilmədi. Yəni telefon daha məsələsi olmasa, telefonla baxın ki, bizim normal küçəmiz nədir? Məsəl üçün Mirzə Fətəli Axundov küçəsi ya da Pastar məhəlləsi. Məsəl üçün məndə Qəbələdir, yazıram. Qəbələ Qara Qarayev küçəsi. Qara Qarayev Qəbələ. Bəli. Poçt indeksində 3600. Əslində bunlar lazım olmur, amma yenə qeyd edirik də. Ünvanı dəqiq göstərəcək ki, müştərilər bizim ünvana konumla gələcəklər. Bəli, ünvanım doğrudur və ünvanı biz necə qeyd edəcəyik? Plusla daha yaxın gətirərək küçəni təyin edəcəyik. Telefondan daha asandır, rahatdır. Burada həmin küçə görsənilmişsə Müsabiyeva, Qara Qarayev. Həqiqətən də biraz notebookda çətinlik çəkirlər. Elə bir bu proqramı telefon üçün daha yaxşı yoğunlaşdırıblar. Mənə belə gəldi. Çünki bu özəllik görürsünüz, yəni həqiqətən də kim olur olsun burada təyin edə bilmək biraz həqiqətən çətindir. Yəni mən bunu sonradan telefonla dəyişərəm. Yəni siz də eləsəz daha məsləhətdir. Çünki həqiqətən saxlamaq bilmək olmur ki, haradır. Yəni siz ancaq olduğunuz məkanda eləyə bilərsiniz. Məndə 11 nəfərlik tam yatacaq var, qoyacağım evdə. Yataq otaqları 4 ədəddir. Çarpayılar 4 ədəd taxtdır, 3 ədəd təkdir, cəmi 7 ədəd, hamam otaqları 5 ədəddir. İndi növbəti ev əlavə edirik. Yerinizi fərqləndirin. Wi-Fi var, televizor var, mətbəx var, pulsuz parking var, yuyucu maşın var, kondisioner var, xüsusi iş sahəsi də var.
Demək hovuz var, barbekü var, açıq sahil yemək alanı var. Sonra bunlar hamısı var. Yəni bunları mən lazım olur deyənə xüsusi olaraq almışam. Fotolar əlavə edirik. Axtar. Demək tapmışdım. Şəkilləri biraz böyüdürük. Biraz da böyüdürük. Kontrol düyməsini basırıq və kontrol düyməsini seçirik. Kontrol A-nı bassaq. Görün, əslində işarələnməli idi. İşarələnmədi. Sol tərəfdə kontrol basıb mən hamısını seçirəm. Yəqin ki, notebook işlədiyimdə çox bunu bacaracaq. Demək, sol tərəfdə kontrol işarəsi və bu işarəni sol tərəfdən sağa çəkirik və aç düyməsini basırıq. Bütün şəkillər açılır. Açılandan sonra şəkilləri qoy yüklənsin. Yüklə düyməsini basırıq. Şəkillər yükləndi. Hazır bu necə görünür? Əsas fotoqraf. Bizə əsas fotoqraf bu olmasın. Əsas fotoqraf seçirik. Məsəl üçün bunu seçək. Əsas fotoqraf təyin etdim bunu. Fotoları düzün. Yaxşı düzək. Fotoları düzmək üçün məsəl kontrol işarəsini basaraq bu mişqanın ortadakı oxu sağa, yuxarı, aşağı düzəndə ekran biraz balacalaşır, böyüyür. Belə olanda asanlıqla siz sıralamanı təyin edə bilirsiniz. Yəni görürsünüz, əsas əvvəl mən çöl şəkilləri qoyuram, sonra qonaq otağının şəkillərini qoyuram, sonradan da yataq otağının şəkillərini. Görürsünüz, bax, yuxarı getmir. Yəni bu onların bir səhvi mi deyə, yoxsa nə deyim. Mən biraz onu da aşağı tərəfdən düşürəm. Bəli, aşağı tərəfdən düşürəm. Yəni şəkili tam yuxarı apara bilmədim mən. Çünki onların o özəlliyi yoxdur. Bax, görürsünüz, yuxarı qaldırım getmir. Yəni yarıya kimi qaldırıram, təzədən aşağı salıram və təzədən qaldırıram. Yəni burada vaxt belə tərk etmək istəmirəm. Siz özünüz birinci qonaq otağı, sonra yataq otaqları, hamam tualetləri hamısını qeyd edəcəyik. Və indi ekranı qaytarırıq normal 100 dərəcəyə və davam edirik. İndi gəlin bu yaşayış evi üçün ad tapaq. Mobil video üçün çəkdiyim adamlar bilir, necə tapacağımı. ChatGPT yazdım ki, mənə uyğun ev adları yaz. O sırada mənə ev adları yazdı və yazdım ki, mənə gözəl ev adları yaz, ingiliscə yaz, amma önündən tərcüməsini də yaz. Airbnb-də əlavə edəcəm. ChatGPT nədir bilməyənlər yəqin ki, Play Marketə girib ChatGPT yazırsınız, qeydiyyatdan keçirsiniz, Google-dan heç keçməsəz deyəsən işləyir. Mən yazılım söz yazanda bu şeylər gələcək. Gecə ulduzu Night Laundry yazırıq. Evin adını və kopyaladıq. Kopyaladıq, indi qayıdırıq yerimizə. Bir hərfi səhv yazdıq görəsən. Starry Night. Və adını qeyd etdik. Bu necə sakit məkandır, mərkəzidir. Xarici qonaqlar mərkəzə daha çox üstünlük verir. Bizim evin məlumatlarını qeyd edirik. Bizim evdə nə var? Məsəl üçün 4 yataq otağı var, 5 hamam tualetimiz var. Yəni bu var. Bunları hamısı mən Azərbaycanda yazdım. Ütü var, bomba döşəkli yumuşaq yatacaqlarla təmin etmişəm. Və otaqları birinci otaqda bir taxtı və bir təkdir. İkinci otaqda bir taxtı, bir təkdir. İçərisində hamam tualet girişi var. Üçüncü yataq otağında 2 ədəd təkdir. Dördüncü yataq otağında bir taxt, bir təkdir. Yenə də
Bunları qeyd edirik ki, amma 450-500 simvolu keçməməlidir. Və bunu mən ChatGPT-yə yazacağam ki, bunu ingilis dilinə çevir və mən onu Airbnb-yə qeyd edəcəm. Və çevirdik, qeyd elədik Airbnb-yə və növbətini davam edirik. Elanı tamamlayın və dərc edin, yaddaşda saxlayın. Qiymət məsəl üçün biz danışmışdıq ki, $200 öz əlimə çatan pul istəyirəm. $245 qeyd edirəm. Bunun $208 mənim qazancım sayılır. Bunun 15% da 15%-ni ucu götürübdür. Pioneer kartımıza köçürülən məbləğin hər $100-a $5-6 təxmini məbləğ Airbnb götürəcək. Buna görə də biz elə məbləğ yazmalıyıq ki, o bizə əlimizə çatan heç olmasa $200 olsun. Bəli. Davam edirik. Həftə sonları fərqli qiymət də qoya bilərsiniz, ya da ki 0 qoyanda eyni qiymətlə davam edir. Tez rezervasyon üçün bir baxmaq istəyir, görün necə bir şeydir Airbnb. Bunu 20% endirmə qoyuruq və növbəti əlavə edirik ki, biraz ön sıralara çıxacaq sözün açığı. Həyətdə kamera varsa, qeyd edilsə kamera var, elə bir güclü bir dəyişiklik deyil. Sadəcə oraya yazır ki, məndə göldə hardadır kamera. Və dərc edin düyməsini basırıq. Elan hazırdır. Yəni, bu qısa görünə bilər, amma əslində sonraki vəziyyətdə biraz daha çoxdur. İçəridə qəliz məsələlər. Qəliz deyəndə, yəni, bəzi şeyləri biz detaylı əlavə etməliyik ki, bəzi qonaqlar filtrizasiyadan istifadə edilərək isti hovuz axtarır. Məsəl üçün, hovuzun isti olmasını qeyd etməliyik. Bura başlayıq. Əmlakın növü qiymətləndirməni yazdıq. Mövcudluq qonaqların sayını qeyd etdik ki, 11 nəfərdir. Təsvirini qeyd etdik. İmkanlarını qeyd etdik. Biz burada imkanları redaktə də edə bilərik, əlavə edə bilərik. Məsəl üçün, hovuzu redaktə edirik, yazırıq ki, hovuzu. Bu hovuz ayrıcadır, bütün il mövcuddur. 24 saatda açıqdır. Çünki adenidir, evini qızdırılmış hovuzdur. Bəli, yaddaşa yazırıq, yaddaşa. Bu çox önəmli bir şeydir ki, çox adam isti hovuz axtarır. Kondisioner hansı kanalsız split kondisioner sistemi. Bu bizim normal evdə olan kondisionerlərdir. Sonra televizor, yəni hamı çox dərəcə televizora baxanda qalmıyor. Əsas Wi-Fi-dir. Wi-Fi-nin üçün Android üçün yükləyin. Bu Wi-Fi-nin şəbəkəsini yükləyir. Kodunu belə yaza bilərsiniz ki, bu Wi-Fi-nin kodu budur. Yəni, bir də qonaq sizdən Wi-Fi-nin kodunu soruşmasın deyən. Android üçün yüklə. Bizə bunu telefondan ancaq test edirik. Bizə ehtiyac deyil. Qaydırıq öz yerimizə. İmkanlar əlavə edə bilərik. Nə imkanları əlavə edə biləcək? Parking və şərtlər. Yəni, ola bilər ki, bina eviz olar. Yəni, bir parking orada olmaz. Bunu əlavə edib, binalarda ödənişli parklama yerlərini basırıq və yazırsınız ki, parking qarajıdır, ödəniş bu qədərdir, məkan sayı bu qədərdir. Yəni, bu şeyləri ətraflı qeyd etmək üçün yer var. Jacuzzi varsa, jacuzzi qeyd edirsiniz, bir mərtəbəli evdir. Bir mərtəbəli evlərdə pilləkən yoxdursa, bu 50-lərə uyğun gələ bilir. İdman zalı varsa, idman zalı, lift varsa, lift, sauna varsa, sauna. Bu şeylərin nə qədər çox əlavə etsəniz, daha gözəldir. Hamam otağında nələr var? Şampun var, vanna varsa, vanna deyəcəksiniz. Brend yoxsa ötəcəksiniz. Təmizlik məhsulları yoxdur. Bilmirəm də nəyi nəzərdə tutur. Kondisioner hamamda olmur. İsti su. Bunu plus seçəcəyik. Fen var. Duş geli var. Bədən sabunu var. Bidi var da, o əlüzyon deyil hamam içində. Açıq hava duşu. Açıq hava duşu yox. Yəni, belə hamamda normal duş var da, yəni. Açıq hava duşu necə oldu, mən də tam bilmədim.
Sonra keçirik digər məsələlərə. Qiymə imkanlar, sayı, təsviri imkanlar, əlçatanlıq xüsusiyyətləri. Bu 50-lər üçündür. Ola bilər sizdə, ola bilər qoy məlumat verim. 50-lər üçün parklama yeri. Bu plus düyməsini bassaz, 50-lər üçün parklama yeri necə olmalıdır? Bunu təsvir edirik ki, bax belə bir yer olmalıdır ki, bu 50 adam burada düşsün, maşının 50 arabasını 80 sm minimum, 81 sm minimum keçidlə öz 50 arabasını keçid edə bilsin və belə bir işarələnmiş yer olmalıdır ki, sizə uyğun gəlsin. İndi geri çıxırıq. Qonaqlama girişinə gedən işıqlandırılmış yol olmalıdır. Olmasa belə plus qoyub, minus qoya bilərsiniz də ki, yəni o Airbnb öz qərar verəcək ki, sizə uyğundur yoxsa yox, ya qonaq özü görəcək ki, sizə uyğundur yoxsa yox. Pilləsiz giriş imkanı bu əsasdır. Çünki bu 50 arabası pilləkəndən çıxa bilmir. Buna promo yer lazımdır. Qonaqların girişi 81 sm-dən geniş olmalıdır. Özlüklü hovuz və jacuzzi qaldırıcısı qurğusu. Təxmin necə bir şey olduğunu sizə göstərim. Görürsünüzmü? Bu aparat belə fırlanır, suya düşür. Bu həmin eyni aparatdır görülən. Kran deyək də bir sözlə. Bu varsa bunu əlavə edirsiniz. Bu Azərbaycanda çox az var, yoxdur ümumiyyətlə. Tavan və səyyar qaldırıcı nəyi nəzərdə tutur? Tavanda bəzən olur ki, 50 adamları qaldırıb yerinə yatırmaq üçün belə bir qurğular olur. Yəni bu adətən balinalar zətdə olur. Yəni belə ola bilər də indi hansısa villada ola bilər. İndi geri çıxırıq. Parametrlərə keçin. Ev sahibi davam etmək üçün tələb olunur. Parametrlərə keçid edək. Demək, anladım. Təhlükəsizlik tədbirləri, təhlükəsizlik cihazları, əmlak haqqında məlumat, təhlükəsizlik tədbirləri. Bizdən nə tələb edirlər? Açıq hava təhlükəsizlik kamerası, bəli, var. Təfərrüat əlavə edirik. Yəni, onluq olsaydı. Bu ancaq çöldədir mənasını gətirirdi və yaddaşa qeyd edirik. Ola bilmək istəyirdik ki, hardadır. Biz indi şəkillərə daxil oluruq. Yox, elanımızdan çıxdıq geri. Elanımıza daxil oluruq. Buydu axırıncı villamız. Bəli. Bu fotolar yerinə nəyi dəyişəcəyik? Fotoları tur yaradaq. Burada hamam tualetləri qeyd etməliyik. Məsəl üçün, bizdə 5 hamam tualet var. Bunun nəzərə al. Bunun qonaq otağında birinin, məsəl üçün, yataq otağının birində hamam tualet içəridəndir. Bunu necə qeyd edəcəyik? Məsəl üçün, nahar yeri, yataq otağı 1 daxil oluruq. Bunun içərisində hamam tualet var, giriş buradır, düzdürmü? Amma bu, həmin yataq otağı, hamam tualet başqa yataq otağı düzgün seçilməyib. Otaq və məkandan silib asırıq. Bu da həmin otaq deyil. Bunu da otaq və məkandan silib asırıq. Əgər burada şəkil yoxdursa, foto idarə edin basırıq. Və fotonu əlavə edirik bura. Görüm əlavə yerini tapa biləcəm. Plusu bastıq. Fotolardan seçin. Cihazdan fotolardan seçirik. Çünki məsəl üçün bu bizim evimizin bu şəkildədir ki, hər hansı şəkil bunların təyin. Əgər yoxdursa bu şəkil, siz cihazdan yükləyə bastıq ki, həmin bu otağın şəklini bir daha seçmək istəyirik. Məsəl üçün bu otağın şəkli düşünək ki, bax buydu. Düzdür, təzədən əlavə edirik və yükləni basırıq. Bu ancaq bu otağa əlavə olunacaq çox ehtimal. Gördünüzmü? 3-cü otaq. Məsələn, eyni deyil. Sadəcə sizə göstərmək üçün yazdım. İndi silirəm. Yataq yerləri. Yəni, bu otaqda 3 nəfərlik yer var. 1 nəfər, burada 2 nəfər. Əgər yataq çox genişsə, bu adətən yatağı 120-nin 110-a olur səhvləmirəmsə çarpayı.
Yaddaşa qeyd elədik ki, 3 nəfər burada yatır. Məxfilik məlumatları. İçəridə hamam tualet var, bəli. Yəni sanuz eləyirlər qardaş. İndi mən vərdiş olmuşam. İndi rayon yeridir. Belə nəfər gəldi danışıram, özürlü sayın yəni. İmkanlar əlavə edirik. Asılqan var, geyim saxlama yeri var, dolab var. İsidici var, çünki kombidir, radiatorlardır, kondisioneri var. Otağı qaranlıqlaşdıran pərdə var. Seyf yoxdur, televizor yoxdur, yataq dəsti var. Bütün otaqlarda olmasa da bir otaqda var. Yəni bunu o bir otağa əlavə edəcəyik. Sonra ən vacib elementlər diş şotkası, pasta hamam otağının içində var. Əlçatanlıq xüsusiyyətləri, əlil arabalar üçün uyğundur yoxsa yox, bunu qeyd edirik. Yəni bizi ev əlillərə uyğundursa qeyd edirik, yoxsa yox. Çünki bu ev əlillərə uyğundursa qeyd edəcək, yoxsa yox. Və geri işarə çıxırıq. Bir-bir mən otaqları hamısını düzəltmirəm. Siz mətbəxə daxil olursunuz, burada fərqli seçimlər edəcək. Biz imkanları əlavə edəcəyik. Mətbəxdə nəyimiz var? Barbekü qabları var, blender var. Blender yoxdur, dondurucu var. Burada dondurucu ilə soyuducu fərqlidir. Düyü qazanı var, elektrik çaydan var, kofe aparatı yoxdur, mikrodalğa sabunu yoxdur. Bu kirayə evlərə çox yaramır qardaşlar. Açığı normal davranmırlar. Yoxsa adam daha çoxunu edər. Soba üçün sini, soyuducu var. Toster yoxdur, zibil presli maşın yoxdur, çörək şərab qədəhləri var, mətbəx lavazımatları var və əlavə edirik. Əlavə şeylər eyni çox şey təkrarlayacağıq. Məsəl üçün hovuza bastıq, hovuzun görünən özəllikləri var, imkan, məxfi məlumatları, paylaşılan məkan. Biz paylaşılan məkan, qonaqlar bu məkanı ev sahibi və digər qonaq paylaşır, bunu aktiv etmirik. Çünki bu adil yerdir. Günəş senzoloqları, yəni bu lejinka deyirlər də, lejinka bəli var. Əlçatanlıq xüsusiyyətləri, əllər üçün uyğun deyil, qardaş yox. Yataq otağı, nahar yeri. Nahar yerində xüsusi fərqli bir şeylər ola bilər. Yəni bunlarda biz riayət etməliyik. İsidici var, kondisioneri var, yemək masası var, şərab qədəhləri var. Bu şeyləri hamısını qeyd etmək ki, burada nətədir? Bookingdə 100 xala kimi verirlər. Burada elə şey görsənmir, amma çox önəmlidir. Belə qardaşlar, yəni nəsə baxıram əlavə, nəsə göstərməli bir şey varmı, yoxmu? Fərdi link, bəli, bunu qeyd edəcəyik. Fərdi link nədir? Bu link qonaqların, deyəsən biz yox, sadəcə evin linkidir, bu deyil. Üstü direktoru, maksimum ev qaydaları, bron parametrləri. Bəli, əsas məsələ budur. Dərhal brondan istifadə edin. Dərhal brondan biz nə zaman istifadə edəcəyik? Biz vasitəçi deyilik ya da agentliklə işləmirik. Öz evimizdir. %100 bilirik ki, mənim evim ayın 10 ya 15 evindən boşdur. Ya da ki, filan tarix zanitdir. Həmin tarixləri mən dəqiq olaraq update edirəm, bağlayıram və dərhal bronu aktiv edirəm. Dərhal bron daha çox rezervasiya götürmənizə səbəbdir. Yaxşı tarixçi olmasını tələb edin, nədir? Qonaq biraz narahat adam olmur, bütün rəyləri 5-5 olur. Əlbəttə, Airbnb-dən gələn qonaqlar çox səliqəli adamlar olur. Bütün bronları təsdiqləyin düyməsinə basırıq. Adətən mən buna qoyuram. Çünki qonağın kim olduğunu, hansı tarixə istədiyini qeyd edirəm. Çünki yay aylarında mən 50-60 evi hamısını həqiqətən update edib çatıra bilmirəm. Ki bu tarixə boşdur, bu tarixə boşdur. Sadəcə qonaqların tələblərinə uyğun seçimlər göndərə bilirəm. Deyirəm ki, istədiyiniz ev bu tarixə zanitdir, məsəl üçün. Lazım gələrsə sizə başqa buna oxşar təklif göndərə bilərəm. Əks halda rezervasyonu seçib başqa evdə tapa bilərsiniz. Yəni, burada alım aldatdı məsələsi yoxdur. İndi qonağın da razılaşma vəziyyətinə uyğun olaraq hərəkət edirik. Ortaq ev sahibləri. Mən YouTube videonun sonunda link paylaşacağım.
Yəni ortaq ev sahibləri əlavə edirsiniz. Elə bir sizin dostunuz deyəsən sizlə bir yerdə o da görür də, daha doğrusu bron gəldikdə, bir şey olduqda o da eyni məlumatları görür və nə edirsiniz də, ona bir türklər demişkən erişim verirsiniz. Rezervasyonu qəbul etmək, danışmaq, qonaqla bir şeylər etmək üçün erişim verirsiniz. Tam hesabınızı vermirsiniz. Başa düşürsünüz necə? O sizin işçiniz ola bilər. İşçiyə həmin kod parolu, həmin icazələri verirsiniz. Həmin işçiniz onları idarə edir. Ya da ki siz müdürsüz, otelin otaqları var və sizin işçinizə həmin keçidi verirsiniz. Yəni qonaq kimi əlavə edirsiniz. Və o nə edir, nə edir siz görürsünüz. İndi biz keçirik təqvimə. Gördüyünüz kimi. Təqvimi hardan keçdik? Hesab, dillər, ev sahibi resursları, yardım, əlaqə. Hardan keçdiyini bildim. Təqvim. Buradan keçdik. Mərkəzdən bəli. Mövsümlə əlaqədar qiymətləri dəyişəcəyik. Evin optik qiyməti bu dəqiqə məsəl üçün nə qədər yazılıb. Biz dərhal Dreamscape villasının qiymətləndirməsini dəyişəcəyik. Görün gəlsələr. Bu ekranı biraz balacalaşdırmaq üçün kontrolu basıb mişqanın üzərindəki təkəri oxu biraz aza basırıq, ya da ki düyməsini basıb yaxlaşdır və plus minus düyməsi görürsünüz. Onu basanda bu şeyləri uzaqdan görürsünüz. İndi məsəl üçün bizim Booking-dən rezervasyon gəldi. Oktyabr ayında ayın 8-i, 9-u 2 günlük ya da ki oktyabr deyil də. Noyabr ayının 13-ü, 14-ü 2 günlük rezervasyonumuz oldu. Biz sol düyməni basıb uzadanda 4 dənə rezervasyon gələcək. Olmasa kontrol düyməsini basın, belə irəliyin. Bu 4 günün qiymətini istəsəz dəyişə bilərsiniz. İstəsəz mövcudluğunu bağlaya bilərsiniz. Bu halda ki mövcudluq bağlandı. Bizim X basanda bu günləri heç kim rezervasiya eləyə bilməyəcək. Bizim fərdi qiymət parametrlərinə daxil oluruq. Yəni bu 4 gün bayram günlərdir. İstəyirsiniz ki minimum 2 günlük ya 3 günlük rezervasyon qəbul edəsiniz. Bunu tədbirən belə basırsınız. Sonra növbəti nəyi göstərsəm daha yaxşı olar. Ekranı biraz böyüdürük. 100'e çatdırdıq. 100 də biraz çoxdur. Hesab parametrləri, dillər, valyuta. Dillər, valyuta bunlar asan şeylərdir əslində. Bildiniz ki, dili dəyişəcəyik, valyutanı dəyişəcəyik, manat kimi də göstərə bilərik, əgər varsa. Ortaq ev sahibi tapın, yeni elan yaradın, ev sahiblərini yönləndirin. Demək, ev sahibi yönləndirin, nə pul mükafatı qazanın. Demək, bunu başda basmaqla siz ev sahibini əlavə edirsiniz, link yaradırsınız, linki kopyaladıq, düzdürmü uşaqlar? Mən kiməsə bu linki atıram, bu linkimdən qeydiyyatdan keçən adamlar yeni ev sahibi olarsa, evini kiraya verərsə, mənə $100 Airbnb ödəniş verəcək. Belə baxıram, əgər könlündən keçən qardaş varsa, ya qardaşlar yanında yəqin baxanlar çox olacaq da, linkdən keçid edərək mənə dəstək göstərə bilər, yəni bu videonun qarşılığında. Ya da ki, nə bilim, indi hələ bir dövbədək bizdə bildiyiniz kimi dəstək məsələsi biraz çətindir. Mən videonu YouTube'da yəni ödənişsiz paylaşım edəcəm. Yəni istəsəniz qeydiyyatdan keçə bilərsiniz linkdən. Ayrı göstərəcəyim bir şey qalmadı. Ən çətin şeylər bunlar idi. Bəzi adamlar üçün bunlar, bəzi insanlar üçün çox çətindir, bəzi insanlar üçün çox asandır. Yenə sizə göstərdim, bilmədiyiniz nəsə varsa, mənə YouTube kanalının link bölməsindən yorum yaza bilərsiniz. Yorumu gec görsəm, orada WhatsApp'ım da var, WhatsApp'da yaza bilərsiniz.
Yəni belə də yəni çox əlçatmaz bir adam deyiləm. Nə lazım oldu ki, mən göstərəcəm. Sadəcə bir dənə yay aylarında ümumiyyətlə zəng, mesaj qəbul etmək imkanım çox az olur. Cavab yazmasam, əgər bu videolar yay aylarında baxsanız ki, Airbnb evi necə qoyacağam, cavab gec gələrsə, nömrəmə zəng vura bilərsiniz. Ən azından WhatsApp-da bir dəfə dirəşmək lazımdır ya qardaşlar ki, mən cavab verə biləm. Bəzən olur ki, həqiqətən cavab vermək imkanım olmur. Yenə də ətraflı məlumat lazım olarsa yazın, cavab yazacağım sizə. Sağ olun, hələlik. Növbəti dərslərədək. Yəqin ki, bu Airbnb üçün son dərs idi. Növbəti dərsimiz yəqin ki, Booking üçün qeydiyyat olacaq.